Və Qurandan bir dənə ayə oxuyuram sizə. Bu ayə ilə də məsələni izah edirəm sizə. Davud peyğəmbərin vaxtıdır. Talut adlı bir nəfərdir. Yaxşı, Davuda yaxın insandır. Allah peyğəmbəri onu başçı təyin eləyib bir qövmün üzərinə. O qövm gedib mübarizə aparmalıdır Calutla. Talut müsbət, Calut mənfi. İndiki bu ordu çıxıb getməlidir mübarizəyə. Talut orada qayıt dedi ki, İnnallaha mubtalikum. Allah sizi imtahan edir. Bir imtahanımız var. Nədir imtahan? Bir nəhərin. Bir çay var. İndi o rastlaşacaq onunla. O çaydan içməyin. Su içməyin. Bu niyə belə içməyin də Allah istəmir. Şaşırsan. Olmaz. Bəndə deyilsən, deyir olmaz. Yaxşı. Nə baş verdi? Bir qrup içdi. Peyğəmbər də əvvəldən dedi: "Fəmən şəribə minhu fəleysə minni." Kim ki ondan içsə məndən deyil. Mənə aidət yoxdur. Bizdən ayrıdır. Daha doğrusu Talut dedi. "Və mən ləm yətəmhu fəinnehu minni." Bəli, kim heç ondan zərrə də az da olsa dadması o bizə aiddir. Bizdəndir. İllə mən ixtərəfə ğurfətən biyədihi. Bu hissəni tərcümə edirəm. Fəşəribu minhu illə qalil. Bu bir müfəssirin izahıdır, oradan izah verirəm sizə. Təəssüf olsun ki, çoxsu içdi, azı içmədi. Yəni çoxu imtahana nə oldu? Uzaq çıxmadı. Qoşunun bir qismi getdi. Azaldı qoşun. Ayrıldılar peyğəmbər o şəxsiyyətdən, Talutdan. Amma bir qismi biraz o sudan daddı, birazca. Bir qismi heç içmədi. 3 qism. Razısınız? Bir qismi tamamən içdi. Heç onlar o öndəki imtahana imtahana heç girmədi də. Birbaşa çıxdı getdi. Biz qoşulmuruq sən. Çəkildi kənara. İkinci qrup heç içmədi, üçüncü qrup biraz içdi. Qaldı 2. Biraz dodaqlarına o suyu vuranlar, heç dodaqlarına o suyu vurmayanlar. Nəticə nə oldu? Bu ayə çox maraqlı ayədir. Gəldilər, çatdılar, Calutla üzbəüz dayandılar. Calutla üzbəüz dayananlar huve vellezine amenu ma'h qal la taqata lana al-yawm bi Calut və cunudihi. Baxdılar, görürlər, qoşun çoxdur, böyük ordudur. Onlar ki biraz odan dadmışlar o sudan, qayıtdılar ki bizlikdir. Bu çətin olacaq bunlarla mübarizə apar. Onlar da bir həddəcən gəldi, bir yerdə qırıldı. Məsələ hələ tələsmədə o adama qiymət verəsən də, filan kəs qardaşdır, hələ yəni qardaşdır. Deyən görələ qardaşdır, bilsən yeyib içməkdə qardaşdır. Bəli, vəziyyət yaxşı geyir. Sənə görəsə kimsə itirməyəcək, ona görə qardaşdır. Hə, sənə görəsə kimləri itirməlidir, orada qardaşdır yoxsa, orada biləcəksən qardaşdır yoxsa. Hələ nə yatdınız, nə yuxuda görəsən deyir. Çatdıq. Çatdıq, bunlar qayıtdılar ki, o sudan biraz dadanlar fikir verin mənəvi halətlərinə, təvəkkülləri itib. Onlar çoxdur ya. Biz neyəcəyik? Biz azıq. Riyazi hesablamalarla baxdılar məsələyə. İlahi hesablamalarla deyil. Amma bir hissə ki var idi, heç içməmişdi. Qalellezine yazunnun ennehum mulaqullah. Amma bir qrup insanlar vardı orada ki, onlar heç suya dodaqlarına vurmamışlar, qayıtdılar. Kəm min fiətin qalilə, qalabət fiətən kəsirə. Biz axı tarix görmüşük, nə qədər azlar çoxlara qalib gəldi. Bu söz. Bütün o imtahandan başuca çıxmışdılar. Diqqət elədiniz? Heç sudan nəinki içmişdilər, dodaqlarını da vurmamışdılar. O ilahi imtahandan uzaq çıxmışdılar. Gəldi bu imtahana neynədilər? Uzaq çıxdılar, qayıtdılar ki, nə qədər azlar çoxlara qalib gəldi. Yadıma bu ayəni oxuyanda əvvəl fəzağa düşür. Gəldi suyu götürdü belə. Dedi, İmam Hüseyin susuz mən bu sudan içərəm. Əlini boşaltdı. Doğrudan da o qəribə haldır. Adətən belə hesablasın, suyu adam içər ki, taqəti olsun, daha da yaxşı, güclü olsun. Allah deyir, içmə. Allahın qaydaları var. Biz təkcə bu materiyadan ibarətdir. Biz iman gətirmişik ki, ümumiyyətlə ki, bizim ruhumuz var, həqiqətimiz var, qiyamət var, məad var, Allah var, tövhid. Buna iman gətirmişik yoxsa yox, bircə sual budur. Əgər sən mən buna iman gətirmişəm, Allahın çıxarları ilə yaşa, çıxarları ilə yaşa. Allah çıxarları ilə yaşasın. Daha sənə deyiblər, məsələn, bu cür addım at. Belə eləsəm nə olacaq ki? Elə eləsəm nə olacaq ki? Elə eləsən nə olacaq? Allah deyib belə elə də. Orada bilir də niyə belə deyib də sənə. Adı görsən, məsələn, bir dənə tutaq ki, sənə bir şifrə atırlar ki, ora pul vur. Bir dənə rəqəmi səhv vursan nə olur? Pul getdi başqasına, alda bilmirsən. Düzdür. Bir dənə rəqəm səhvi, məsələn, neçə rəqəm? Bir dənə rəqəm nə oldu? Pul getdi başqasına. Ala bilərsən. İndi yaxşısına istisna. Sən o hərif, deyirsən hərif söhbət edir. Görsən o, səndən rəqəm söhbət edirlər, nəinki hərif. Bəzi valla bir dənə xırda addım təsiri varsa, Allah bilir bu söz daha effektivdir.
Allah bilir yol budur. Düzdür, insan nəfsinin xüsusiyyəti budur. Mən rahat buraxın, öz istədiyim kimi eləyim. Bəzi insanlar da belə danışır deyənə, belə insanları sevirlər. Onu xoşladığı kimi danışır. Yox, sən onu, bu da deyir çox filankəs yaxşı insandır, savadlıdır. Yox, o sənin ona ki sən deyirsən savadlıdır, ona görə deyirsən bəzi vaxtlar ki, o sənin istədiyi deyir. Sənin nəfsin istəyir ki, elə heç nə məhdudiyyət olmasın, elə rahat olsun. O da onu deyir, ona görə xoşun gəlir ondan. Mən o mövzudan keçdim. Allah deyir, bu sudan içmə, içdin, ümumiyyətlə imtahandan keçildin. Biraz içmisən, yarıyacan gəlmisən. Elə ki, yarıyacan gəlmisən, çatmısan ordunun qarşısına. Orada deyirsən, yox, bu nədir, ay Allah, bunlarla biz mübarizə apara bilərik. Amma onlar ki, heç sudan içməyiblər, üzü ağ çıxıblar. O öhdəlikləri ki, boyunlarına düşmüşdü, icra ediblər. Bu öhdəliyi də icra edə bilirlər. Dəqiq bir dənə də bir söz deyim sən. Müslüm gəldi Kufəyə. Boyunlarına nə gəldi Kufəhlinin? Məsuliyyət. Müslüm imtahandan çıxmayanlar nə etdilər? İmam Hüseyni yarı yolda qoydular. Bu qədər məsələ bu qədər. Yeni gəldim bu ayəyə. Qayıtlar kəm min fiyatin qalilə, qələbət fiyatan kəsirə biiznillah. Allahın izni ilə azlar çoxlara qalib gəlir. Vallahu məs-sabirin. Amma burada gələk səbirli olasın. Allah burada gələk səbirli olasın. Nə baş verdi? Müharibə baş verdi. Bu birlər də qoşuldular təzədən bunlara, görünən budur. Vuruşdular. Vələmmə bərəzu li Calut və cunudihi, elə ki gəldilər müharibənin astınasına vuruşmağa, qalu Rəbbənə əfriq əleyna səbra. İlahi, sənə qurban olaram, nə olar bizə səbir ver, güc ver, bunlarla mübarizə aparaq və səbbit əqdamənə, ayaqlarımızı möhkəm elə. Nə baş verdi? Vənsurnə aləl qovmil kafirin, bizə nüsrətvi nazil elə, qeybi yardımı göndər. Qeybi yardım gəldi. Bunlar qələbə çaldılar. Deməli, qeybi yardım nədən keçir? Özünün öhdəliklərin ki var o günə qədər onları doğru dürüst icra elə. 1. Səbirli ol. 2. Allah'a sığın, Allah kömək edəcək bu 3. Və qələbə də çaldılar. Şükür olsun Allah. Bir ayədə ibrət ala bilərik bu ayədən. Vallahi bu ayədən ibrət ala bilər. Yəni sən məsuliyyətin var bugünkü öhdəliklər və bunu eləməsən, sabah böyük imtahanlardan heç vaxt çıxa bilməyəcəksən. Heç vaxt.